Ağrı acılı, sevincli, kədərli, şirin xatirələrlə birgə 2025-ci il tarixə qovuşur. Ötən bu illər ərzində nələrə qalib gəlmədik ki, sinəmizin altında dərddən qəmdən çırpınan ürək varkən, üzümüzdəki solğun təbəssümlə onu gizlətməyə çalışdıq. İtirdik, bəlkə də çox şeylər itirdik. Vəfasız yarları, etibarsız dostları, bir-birimizi səmimi qəlbdən təbrik etdiyimiz günləri itirdik. Əslində bu bayram 20 il əvvəlki kimi elə də xoş ab-havalı deyil. Çünki o vaxt bütün qohumlar, qonşular arasında daha isti münasibət var idi. Həyətlərimiz taxta zabordan, palsız cəftə ilə bağlanan taxta qapdan ibarət idi. Hamı bayram paylarına yığıb evinə qonaq olardı. Elə də dəbdəbəli olmayan süfrəni stol arxasında əyləşənlərin maraqlı söhbətləri, şirin zarafatlı gülüş səsləri doldurardı. İndi taxta zabonun yerində hündürdaş hasar tikilib. Palsız cəftə ilə bağlanan taxta qapının yerində bir neçə kiliddən ibarət dəmir darvaza yer alıb. Bir-birimizi telefon vasitəsilə şablon videolar, şablon sözlər göndərərək təbrik edirik. Bu işdə isə zəmanəni günahlandırırıq. Bunları qoyaq bir kənara. Ən əsası, qarşıda məni, sizi, hamımızı daha uzun illər, gözəl günlər və xoşbəxt, firavan, gözəl həyat gözləyir. Nəinki bayramlarda, süfrəniz hər zaman ruzi bərəkətli olsun. Ocağınız gür yansın, çırağınız hər yana nur saçsın. Sizə biganə olan kəslərin arxasınca qaçmayın. Sizə könül verib can yandıran kəslərə dönün. Onlara qucaq açın. Özünüzü sevin. Doğmalarınıza qarşı mehriban olun. Dəyərli olana vaxtında dəyər verin. Yaşayın, yaşamağa davam edin. Çünki həyat yaşadıkça gözəldir. Yeni iliniz mübarək.